olduqca çox ağır oyun keçdi. Bizim üçün 90 dəqiqə çox ağır bir mübarizə şəraitində, gərginlik şəraitində keçdi oyun. Qola qədər daha rahat gedirdi bizim üçün oyun, amma biz qol vurduqdan sonra, fərqləndikdən sonra təbii olaraq Qarabağ biraz daha da sürəti artırdı. Biraz daha da təzyiq artırdı üzərimizdə və o dəqiqələrdən sonra müəyyən çətinlik çəkirdik, amma futbolçular əzmkarlıq göstərirdi. Hissənin sonlarında müdafiədən topla çıxarkən top ikisinə yol verdi və rəqib o top ikisindən istifadə edib hesabı bərabərləşdirdi. Başa düşüləndir ki, Qarabağ bu günləri ustalığı, gücü, qüvvəti bugün bir daha da onun üzərimizdə hiss elədik. Maşallah olsun, çox yaxşı komanda formalaşdırılıb, komanda inkişaf edir, günü-gündən də artırır və bunu açıq oyun gedə-gedə bu günləri bir daha üzərimizdə hiss elədik. Qarabağın sürəti, texnikası 3 gün sonra da çox vacib oyun oynayacaqlar. Onlara uğurlar arzulayırıq. O dəqiqələrdə artıq ikinci hissənin 10-15 keçdikdən sonra rəqib 4 dəyişiklik elədi. Bilirdik ki, rəqibin texnikalı, daha sürətli oyunçuları meydana daxil oldu. Orada biz də müəyyən həmlələr elədik, biz də 2 dəyişiklik elədik. Müdafiə davranışı bir balaca dəyişdi. Çalışdıq ki, rəqibin təzyiqinə dözək və özümüz də əks hücumlarda fürsət düşsə standart vəziyyətlərdə fərqlənə bilək. Belə ümumən götürsən, bəlkə də qol epizodlarına görə, bəlkə də bugün heç-heçə ədalətli bir nəticədir, amma Qarabağdan hər zaman qazanılan xal çox dəyərli və çox önəmli olur. Xüsusilə də ki, əgər meydanda belə bir Qarabağ varsa, rəqabət aparmaq, mübarizə aparmaq çox çətin olur, amma futbolçuların o cür 120 dəqiqə ağır oyundan sonra bu günləri göstərdilər. Əzmkarlıq, dözüm, iradə çox təqdirə layiqdir və bu şəkildə davam eləməliyik. Bugün düşünürəm ki, olduqca önəmli bir xal qazandıq. Yəni, epizodlar baxımından bəlkə də bərabərdir, amma epizod baxımından Qarabağdan geri qalmayacaq göstərədiniz, amma əldə olan imkanlardan istifadə edilməyiniz. O deməkdir ki, hücumda olan problemlər daha ön plandadır və qışda əsas hədəf məhz hücumluq xəttinə olan üstənsiniz. Bir neçə oyun idi ki, hücumda işlərimiz qaydasında gedirdi. Sadəcə olaraq 120 dəqiqə oyundan sonra başa düşürdüm ki, Mikes bugün yorğundur. Papunaşvili yorğun idi, o da çox ağır bir oyun keçirmiş 3 gün bundan qabaq. İsa da zədələnəndən sonra tam biraz narahat oldum, Papunaşviliyə görə də narahat oldum. Və o yüzdən də, belə deyək də, hücumda biraz itkilərimiz var idi. Konate zədəlidir, yox idi. Volkov, yəni itkilərimiz olmasına baxmayaraq, bugün də oyun gedə-gedə müəyyən itkilər yaşadıq. Amma ona baxmayaraq, futbolçular dözümlüydü, əzmkar idi, iradə göstərirdilər və rəqibi də əks hücumda müəyyən dəqiqələrdə, müəyyən məqamlarda yaxalamağa çalışırdıq. Sonlarda biraz daha yaxşı alındı bu. Təbii olaraq rəqib yüklənirdi qələbə qolundan ötürü. Bu dəqiqələrdə daha çox boşluq yarandı. Eldar da çox yaxşı oyuna daxil oldu və əks hücumlarda çox fəallıq göstərdi. Amma belə götürsən, onlarda bir-birdə çox %100 qol epizodu var idi ki, nə vaxt Duran, Mutsinzi həmlə ilə də o zərbənin qarşısını aldı, %100 qol epizoduydu. Ümumən biz nəticədən də, oyundan da razıyıq. Sual var. Esən. Rəşad, birinci Zubinin epizodundan bağlı hakimə yaxınlaşdı. Orada qırmızı vərəqə istəyirdi Zubina, o epizod maraqlı mənə. Orada açığı yarı zarafat, yarı ciddi danışırdım Vüqarla. Mən fikir verici yoxsa, özüm də gülümsürdüm Vüqar bəylə. Orada məhdçilik də yüngül təzyiq göstərsən də, deyirəm ki, qırmızı deyildir, yox, qırmızı da heç nə yoxdur. Hə, yoxdur, hə, yaxşı, yoxdur. Belə də, yəni ciddi bir aramızda dialoq olmadı ki, ayırlar ki, biz orada qırmızı tələb edirik, yox. Bir də Elçin Əlcan meydan saldı, Zubinlə individual oynadı. Sanki son oyunlarda bunu edirsiniz, rəqibin güclü futbol səninə qarşı individual oynamaq. Bizdə bilirsiniz, sağ müdafiəçi qismətdir. Və nəzərə alsan ki, qismət keçən o 120 dəqiqə oynamışdı və 60-cı dəqiqədə bir meydana girirsə, aydın məsələdir ki, oradan rəqib üstünlüyü yaradacaqdı və təbii olaraq qismət ondan çatdıramayacaqdı. Digər tərəfdən də Elvin Cəfərquliyev girirdi. Başa düşürdüm ki, Baqamovski də artıq yorulub. O yüzden belə bir dəyişiklik elədi ki, qismət daha çox müdafiə zamanı Cəfərquliyevi kontrol eləsin, Elçin daha yaxın, Cumrah Elçin daha yaxın oynasın Zubirlə. İndi nəsə alındı, nəsə alınmadı, ola bilirdi, qolda buraxardıq, heç effekt verməzdi, amma indi nəticə əlverişlidirsə, düşünürsən ki,
elədiklərin öz bəhrəsini verdi.